Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq, deməli S dəyişəni daxil edib S-ə 0 verilib. Daha sonra isə I qiyməti dövr daxilində təyin edilib. Dövrün əvvəlində olmadığından onu hələ ki boş saxlayaq və dövrü I-nin 0 qiyməti ilə başladaq. I-nin növbəti qiymətləri nə olacaq? 0-dan 7-yə qədər olacaq və 7 daxil deyil təbii ki. Yəni 0-dan 6-ya qədərlik bir intervaldan istifadə ediləcək. I-nin 0 qiymətində şərtə baxaq. Şərt deyir ki, I-nin kubu 2-yə bölsək, qalıqda əgər 0 alınarsa, yəni ki, onun kubu cüt ədəddirsə, nə et? S-in üzərinə I-nin 2 mislini gəl. Əgər yox, bu şərt ödənməsə təbii ki, gəlməyəcək. Amma şərt ödəndə ödənmədi, nə edir? Yenə bir if-imiz var, yəni növbəti bir şərtimiz var. Deyək ki, eyni zamanda bu I 2-yə bölməsindən alınan qalığı 1-ə bərabər edərsə, yəni ki, I ədədi təkdirsə, S-dən I-ni çıx. Baxaq, bu iki if nədir? Bir-birindən asılı deyil. Bunu xüsusən diqqət edək. Nə edir bizdə? Deyir ki, ilk addımında 0-ın kubu 2-yə bölsək, qalıq 0 alınarmı? Baxıram, bəli 0 alınar. Ona görə nə edir? S-in üzərinə, yəni 0-ın üzərinə I-nin 2 mislini gəlir. Yəni 0-ın 2 mislini gəlir. 0 üstə 0, 0 alındığından S-in qiyməti dəyişmir. Olduğu kimi qalır. Növbəti addımda deyir ki, I-ni, yəni 0-ı 2-yə böləndə qalıq 1 alınarmı? Alınmaz. Ona görə nədir? İkinci şərtə artıq baxmırıq. Baxmadığımıza görə nə olur? Deməli, növbəti addıma keçə bilərik. I-yə 1 qiyməti veririk. I-nin 1 qiymətində şərti yoxlayaq. İlk şərti. Deyir, 1-in kubu 2-yə bölsək, qalıqda 0 alınarmı? Alınmaz. Nə alınar? 1 alınar. Nəyə görə? Çünki bu tək ədəd verir bizə. Ona görə nədir? Deməli, şərtimiz ödənməz. Növbəti şərtə baxaram. Növbəti şərtdə deyir ki, I-nin 2-yə bölünməsindən alınan qalıq 1 verərmi? Bəli, verər. Çünki I, yəni ki, 1 tək ədəddir. Nə edir deməli? Deyir, S-dən I-ni çıx. Yəni ki, 1 çıx, nə al S-i? Mənfi 1 qiymətini al. Növbəti addımda I-nin 2 qiymətində şərti yoxlayırıq. Deyir ki, I-nin kubu, yəni ki, 2-nin kubu 2-yə bölməsi alınan qalıq 0-a bərabərdir, yəni cüt ədəddirmi? Bəli, 2-nin kubu 8-dir, cüt ədəddir. Ona görə nə edir? Şərt ödənir. Şərt ödənir deyə S-in üzərinə 2-nin 2 mislini gəlir. Yəni 4-ü gəlir, 3 qiyməti alınır. Növbəti şərtə də baxırıq. Deyir ki, I tək ədəddirmi? I tək ədəd deyil. Ona görə nədir? Şərt ödənmədiyinə görə heç bir iş görülmür və növbəti addıma keçid edirik. I-nin 3 qiymətinə baxırıq. I-nin 3 qiymətində ilk şərtə baxsaq, deyir, onun kubu cüt ədəddirmi? Baxıram kubuna, 27 cüt ədəddirmi? 27 xeyr. Cüt ədəd deyil. Ona görə nə edirik? İkinci şərtə baxırıq. Deyir, 3 özü tək ədəddirmi? Bəli, tək ədəddir. Ona görə nə edir? S-dən 3-ü çıxır. Yəni ki, 3-dən 3-ü çıxır, 0 qiymətini alır. Növbəti addımda 4 qiymətinə gəlirik I-nin. I-nin 4 qiymətində yenə şərti yoxlayırıq, ilk şərti. Deyir, 4-ün kubu, yəni 64. Cüt ədəddirmi? Bəli, cüt ədəddir. Ona görə nə edir? S-in üzərinə 4-ün 2 mislini gəlir. Yəni 8 qiymətini gəlir. Daha sonra da ikinci şərtdə deyir ki, 4 tək ədəddirmi? Xeyr, tək ədəd deyil. Ona görə nə edirəm? Növbəti addıma keçirəm. Yəni I-nin 5 qiymətinə gəlirəm. I-nin 5 qiymətində yenə şərtdə deyir ki, 5-in kubu, yəni 125 cüt ədəddirmi? Xeyr deyil. Ona görə nə edirəm? O bir sifə gəlirəm və deyir, I tək ədəddirmi? Bəli, tək ədəddir. Ona görə nə edirəm? 8-dən 5-i çıxıram. Yəni 3 qiymətini tapıram. Növbəti qiyməti I-nin 6 qiyməti, hansı ki bu bizdə son qiymətdir. Gəlirəm, yenə şərti yoxlayıram. Baxıram, I-nin kubu, yəni ki 216 ədədi cüt ədəddirmi? Bəli, cüt ədəddir. Ona görə nə edirəm? S-in üzərinə I-nin 2 mislini gəlirəm. Yəni 12 qiymətini gəlirəm. 15 qiymətini tapıram. Və aşağıdakı şərtdə də yoxlayıram ki, I bizdə tək ədəddirmi? Xeyr, tək ədəd deyil. Ona görə heç bir iş görülmür. Və növbəti addıma keçid də edilmir. Çünki bizdə 7 qiyməti dedik, daxil deyil. Nə edirik? S-i çap edirik. S-in də qiyməti bizdə 15-dir deyə proqramın nəticəsi 15 qiyməti olur.